Çox dadlı, pambıq kimi yumşaq, asanlıqla hazırlaya biləcəyiniz cemli bulkanın reseptini bölüşürəm sizinlə. Qaba 1 stəkan süd, 1 çay qaşığı quru maya, 4 yemək qaşığı şəkər tozu, yarım çay qaşığı duz, 1 ədəd yumurta və 3 yemək qaşığı duru yağını töküb qarışdırdım. Ardından üzərinə 3 stəkan unu əlavə edib yumşaq, cüzə ilə yapışqan bir xəmir yoğururam. Üzərini örtüb 2-3 saat mayalandırdım. Xəmir mayalanandan sonra uzun su formaya gətirib 11 bərabər hissəyə bölüb kündə halına gətirdim. Və əlimi duru yağa bulayıb kündən yayıb asdım. Kənarından 1 çay qaşığı ərik cemindən qoydum və gördüyünüz formada bir kənarından da bıçaqla kəsib bükdüm. Listə düzəndən sonra hamısını üzərlərini örtüb yarım saat gözlətdim. Yarım saatdan sonra kənarda qırdığım 1 ədəd yumurtanın sarısına üzərinə 2 xörək qaşığı süd tökmüşdüm. Bunu da üzərlərinə çəkib 180 dərəcədə yarım saat bişirdim. Çox gözəl dadlı alındılar. Mütləq siz də hazırlayın. Sağ olun, salamat qalın.